Mən Sadəgül Nəbiyeva. Oğlum Murad Nəbiyev 21 yaşındadır. O, talasemiya xəstəliyindən əziyyət çəkir. Hazırda Murad talasemiya xəstəliyi ilə yanaşı, hər iki ayaqlarında ciddi başqa bir xəstəlik əmələ gəlib. Bu xəstəliyi, ayaqlarında olan xəstəliyi aradan qaldırmaq üçün əməliyyat həkimlərin rəyinə görə təcili əməliyyat olunmalıdır. Və bu əməliyyat üçün bizdən müəyyən bir məbləğ istənilir, tələb olunur. Amma mən də tənha anayam. 10 ildir ki, Muradın atasını, həyat yoldaşımı avtomobil qəzasında itirmişəm. Və evladlarıma tənha özüm baxıram. Və belə bir ağır xəstəlik qarşısında böyük bir məbləğ mənim üçün çox əlçatmaz bəlkə də bir xəyaldır. Amma Murad da bu ağrılarla, hətta yürüyə bilmir, o tələbədir. Ancaq ayağında olan problem xəstəliyə görə o gəzə bilmir, ağrılarla yaşayır. Sanki evdə dustaq olaraq qalıb, nə məktəbinə gedə bilir. Murad mənim böyük oğlumdur, o mənə yardımçıdır. Evi, ailəni idarə etmək üçün mənim ən böyük yardımçım Muraddır. Amma halbuki Muradın indi canında olan ağrı, xəstəliklər üzündən Murad nə öz məktəbinə gedə bilir, nə də mənə dəstək ola bilir. Ona görə çox gözəl, xeyirsevər insanlardan Muradın bu xəstəliyindən, ayağında olan xəstəliyindən qurtula bilməsi üçün, ağrılardan qurtula bilməsi üçün, sağalma bilməsi üçün xeyirsevər, gözəl insanlardan mənə, Murada kömək etmələrini xahiş edirəm. Bəlkə sizlərin dəstəyi ilə Muradın müalicə pulu toplanar və mən Murada müalicə elətdirib ayağa qaldıra bilərəm. Hər birinizin dəstəyinə ehtiyacım var. Hər birinizdən bir ana kimi çox xahiş edirəm ki, Muradın gəzməsinə belə yardımcı ola bilərsiniz. Onun hər atdığı addımda sizin zərrə qədər payınız ola bilər. Və mən də bir ana olaraq bir ömür boyu hər birinizə duaçı olaram, minnətdaram. Çox sağ olun, təşəkkür edirəm.